Son qarşılaşma Zirə Şamaxı görüşü ilk yarısı qolsuz bərabərliyi ilə bitən maçın fasiləsindən sonra Rəşad Sadovun komandası 3 cavabsız qol vurdu. Rafael Utsix, Ruan Renato və Salifo Sumanın qolları 3 xal qazandırdı Zirəyə. Bilmirəm, Ayxan Abbasovun yoxluğu bu maçda nə dərəcədə təsir elədi. Hətta mətbuat konferansında belə onun yardımçısı Elnur Çodarov fikirlərini bildirmişdi. Zirənin kifayət qədər güclü hücum xəttinə malik olduğunu vurğuladı. Həqiqətən də hazırki Zirə bir başqa... Utsix, Ruan Renato, David Volkov, Salifo Suma, İsa Cibrila. Qardaşım, bu şeydir, hansısa formalaşdırıblar. İnanırım səni Türkiyə çempionatında ortabab komanda, yəni ilk 10-luğa düşə biləcək komandanın hücum xəttidir. Və eyni zamanda Ruan Renato'nun da məhsuldarlığı göz oxşayır. Vacib oyunlarda onu da dedim, Ruan Renato'nu da deyirəm. Müdafiəçidir. Müdafiəçidir, amma hücumda çox fəal iştirak edir. Baxımlı da qol vurdu. Yəni burada da təbii ki biz hər dəfə deyirik, tərifləyirik Rəşad Sadıqov amili və artıq o dərəcədə bələddir ki komandasına. Futbolçular Rəşadın nə istədiyini bilirlər. Rəşad da futbolçuların nəyə qadir olduğunu, hansı potensiala malik olduğunu bilir və onlardan da tələbi düzgün şəkildədir. Çünki Rəşad düzgün məktəbi keçib. Rəşad Qurbanovun elədiklərini görüb, öz bildiklərini də ona əlavə eləyib. İdeal nismes deyirlər də buna da. Nəticədə bu ideyalarını da birləşdirib. Əlbəttə. Mən demirəm ki, Qurbanı kopyalayıb gəlib eləyir. Yox, Qurbanın qurduğu sistemi, Qurbanovun qurduğu sistemi o öz fikirlərini əlavə eləyib, yəni çox yaxşı bir sistem yaradıb. Məsəl üçün mən çox istəyərdim ki, Rəşad Sadıqov Azərbaycan yığmasının məşqçisi olsun. Ola bilər. Özdə burada bir məqam da var. Sabah misal üçün AFFA çıxıb desə ki, biz qərara gəldik Rəşad Sadıqova veririk məşqçilik. Heç kim Rəşad Sadıqovdan dərhal nəticə gözləməyəcək. Fernando Santos'u sən gətirsən, Avropa çempionu olub, Millətlər Liqasını qazanıb, təbii ki mən ondan dərhal nəticə gözləyəcəyəm. Qurban müəllim də Qarabağa gələndə 2008-ci ildə o da öz fikirlərini, öz ideologiyalarını o rəhbərliyi ilə də yəqin ki, indi görüşəndə Qarabağ rəhbərliyi ilə hansı ki deyirdi ki, mən gələcəyin komandasını qurmaq istəyirəm və sizdən müəyyən bir vaxt lazımdır. Bu tez bir zamanda olası bir şey deyil. İnandılar. Baxdılar, gördülər də doğrudan da oyundan oyuna hansı ki o oyun üslubu, hansı ki indi Qarabağ oynayır o futbolu. Neçə illər boyu başladı yavaş-yavaş piltə üstünə qoya həmin bu piramidanı düzəldib. İndi Qurban müəllim heç orada olmasın, futbolçular məşqsiz çıxsınlar meydançaya, həmin o sistemə uyğun, hamı robot kimi bilir ki, kim nə işi bacarır, kim nə etməlidir və çox ki, saat kimi, İsveç saatı kimi qardaş, hamı işini görür. Amma Zirənin qarşıdakı oyunda çox çətin, ağır oyunlar görür. Qarabağ Neftçi ilə oynadı.